Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mayın 20-sində dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu mövzusunda beynəlxalq konfrans keçirilib. Bugün Qlobal Cənub Gənclər Platformasının üzvləri burada tədbirimizin ikinci hissəsində öz ilk rəsmi iclaslarını həyata keçirəcəklər və burada bir sıra qərarlar qəbul ediləcək. Qərarlar arasında Qlobal Cənub Gənclər Platformasına yeni üzvlərin daxil olması və gələcəkdə hansı beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın qurulması və tədbirlər hansı ölkələrdə, hansı beynəlxalq təşkilatların qərargahlarında həyata keçirilməsinə dair olacaq. Müstəqil ölkələrdən Misir, dəniz aşırı ərazilərdən olan Niderland müstəmləkə əsarəti altında olan Bonaire və Saint-Martin daxil olacaq. Mənzil böhranı məsələsində birbaşa əsas amillərdən biri elə müstəmləkəçilik siyasətinin icrasıdır. Konfransda ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi də nümayəndələri ilə təmsil olunub. Gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edib. Bu möhtəşəm bir tədbir oldu. Mənə burada olmaq və Karib hövzəsində yerləşən cəmi 15 kilometr uzunluğu olan kiçik adam haqqında danışmaq imkanı verildiyi üçün çox minnətdaram. Bakı Təşəbbüs Qrupuna təşəkkür etmək istəyirəm. Məni ölkənizdə qəbul etdiyiniz üçün, kolonializm siyasətindən danışmağıma və bu fikirlərimin dinlənilməsinə imkan yaratdığı üçün Azərbaycan xalqına təşəkkür edirəm. Heç vaxt düşünməzdim ki, belə bir fürsət tapacağam. Decolonization is not only political independence. Bildiyiniz kimi, dekolonizasiya təkcə siyasi müstəqillik demək deyil. O, xalqın mədəniyyətində, tarixində də öz əksini tapmalıdır. Əgər bugün xüsusilə Asiya, Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələrindəki müasir şəhərlərə baxsaq, onlar müstəmləkəçi güclərin maraqları əsasında formalaşdırılıb və resursların istismarı məqsədi daşıyıb. Xalqın maraqları üçün yox. Bəs burada gənclərin rolu nədir? Gənclər əsas mərkəzi qüvvədir. Gənclər aktiv və təşəbbüskar olmalıdır. Bizim burada danışdığımız məhz budur. Gənclər bu prosesə cəlb edilməlidir. Onların bu prosesdə çox böyük rolu var. Gənclər məlumatlı olmalıdır. 21-ci əsrin gəncləri daha savadlıdır, daha qlobal şəkildə əlaqəlidir. Bu təşəbbüsün reallaşmasına görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Tədbirdə müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsi məsələləri müzakirə edilib. Eyni zamanda gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi və bu problemlərə qarşı konkret, nəticə yönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.